Herkese salam kızlar, her vaxtınız xeyir olsun. Kanalıma, yeni vloguma xoş gəlmisiniz. Özüm üçün kofe hazırladım, içdim və daha sonra getdim Valbresə gələn məhsullarımı götürməyə. Burada əsas məqsəd fırçaları almaq idi. Sadəcə yoxlamaq üçün yanında belə bir dezodorant da almışdım, amma qəti surətdə bəyənmədim. Bəlkə də istifadə edən bəzi xanımlar var ki, bəyənirlər. Sadəcə mən ən çox kişi üçün olan dezodorantları bəyəndiyim üçün bunu çox da sevmədim. Gəldiyi çoxdan almaq istədiyim, sadəcə tərəddüd etdiyim və sevərək istifadə etdiyim bu fırçalara almışam. Bəli, artıq neçə gündür ki istifadə etmişəm və çox məmnun qalmışam. Makyaj ləvazimatlarından möhtəşəm dərəcədə başım çıxmasa da çalışıram mavi tıklı olan orijinal səhifələrdən alım. Sizə də elə bunu məsləhət görürəm. Bu arada dediyim kimi bunu Valbresdən əldə etmişəm. Əgər istəyən olsa linkini Instagram səhifəmdə paylaşa bilərəm. Amma belə artikuldur və s. nə yalan deyim, başım çıxmır. Bu arada kızlar, hələ də kanalıma abunə deyilsinizsə, abunə olsanız çox sevinərəm. Həqiqətən dəstəyiniz mənim üçün önəmlidir. Tükünü də dartıb dartışdırıb onun tökülüb tökülməməyini yoxladım. Gördüm ki tökülmür. Həqiqətən hər şey yaxşıdır. Onun adını bəlkə də düzgün deməmişəm. Videonu editləyərkən də elə Valbresdən baxıb adını dəqiqləşdirib dəqiq formada yazacağım. Bəlkə də elə yazsanız sizin də qabağınıza çıxa bilər. Əsas da bunun qabına valeh oldum, aldım. Baxın necə də gözəl, açıq aydın hər biri yerinə yerləşmiş şəkildə durur və üzərində də belə bir hədiyyələr var idi. Ümumiyyətlə aldığım hər bir əşyanın, hər bir məhsulun üzərində kiçik bir hədiyyə görəndə çox sevinirəm. Hava çox pisdir, zəhləm gedir belə havadan. Belə havada heç nə eləməyim gəlmir, amma beynimə salmışdım ki, bugün bir tık təmizlik eləyəcəm. Pəncərəni indi bir balaca açıq qoyacağım. Evdə xlor isi var, dəhşət dərəcədə ölmək istəmirəm hələ ki. Ona görə də pəncərə bir balaca açıq qalsın, evin havası dəyişsin. İndi mən çox şeyi çəkib göstərə bilmirəm. İşte şayətdir birdən mənə dəstək olarsınız. Səhifəm qabağa düşər, gedər ev yəsinin qabağına çıxar. Bu video deyər niyə mənim evimi çəkib paylaşmısan. Ona görə də minnak bəzi yerləri göstərirəm, bəzi yerləri isə göstərmirəm. Burada da ağ paltarları atmışam yuyulmağa. Daha doğrusu ağ, bir də kırık beyaz olanları atmışam. İndi bunlar yuyulsun, çıxsın, sonra başqa paltarları atacağım yuyulmağa. Bu şkafda da hər şey bir-birinə qarışıb. Keçən dəfə səhv eləmirəmsə buranı elə sizinlə bir yerdə düzəltmişdik. İndi yenə qarışıb, bunları bir-birindən ayırmaq lazımdır. Qış üçün olanları digər tərəfə, bir balaca orta olanları ortaya, nazik olanları indən sonraki geyinməli olduqlarımı isə bu tərəfə asacağım. Bu arada gəlin bir balaca arıqlamaq haqqında danışaq. Arıqlamaq ümumiyyətlə son dövrün xanımlarının əsasda ən böyük problemlərindən biridir ki, bununla başa çıxmaq bəzən bir balaca çətin olur. Mən fərqli üsullar yoxladım, fərqli qruplara qoşuldum və s. Sonunda heç bir nəticə əldə eləyə bilmədim və bəzi səhhətimlə bağlı olan problemlər yaşadıqdan sonra çəkim təxminən 70 kiloqrama qədər qalxmışdı. Bu arada boyum 1.63-1.64 bu aralıqdadır və çəkim də hal-hazırda 64 kiloqramdır. Yenə də məni qane eləmir, amma yenə deyirəm səhhətimlə bağlı çox diyetadır və s. edə bilmirəm. İlk öncə onu deyim ki, diyeta kafasından türklər demişkən çıxmaq lazımdır. Diyeta deyilən bir şey yoxdur. O sadəcə bizim özümüzə verdiyimiz əziyyətdir. Və bu müddətdə arıqlamaq üçün mənə bir detoks daha çox kömək oldu. Onu sizlərlə bölüşmək istəyirəm və irəliyən dəqiqələrdə izah edəcəm sizə necə hazırladığımı. Axşamdır, saat 8-dir hardasa. Belə lazım olan bir iki dənə şey qeyd eləmişəm. Gedirik mağazinə. Hava sində açıq görsən, hər bir balaca qaranlıqdır. Yoldaşımla razılaşmışdıq ki, o işdən gələndə bir yerdə görüşək və mağazinə girək, bir yerdə alış-veriş eləyək. Çünki aparmaq bir balaca çətin gəlir mənə, bir yerdə olanda isə daha rahat olur. Normal limon yoxdur, bundakı boşdur. Ona görə də götürürük bir dənə.
bunu. Paket day. Əslində mağazadan birini tapıram, birini tapmıram, bir şey lazım olur, başqa bir yerdən aldırıram və s. bir balaca mənə çətin olur burada. Amma məsələn Azərbaycanda olanda girirsən, bilirsən nə harda var, dəqiq şəkildə alırsan. Burada bir balaca çətinliklə öyrəşmişəm, amma artıq demək olar ki, öyrəşmişəm, oturuşmuşam. Qoca xalalar deməsin, oturuşmuşam yerimdəyəm. Bu arada qızlar, arıqlamaq istəyirsinizsə, mütləq şəkildə çalışmaq lazımdır ki, çörəyi də azaldasınız, şirniyyatı da azaldasınız. Yəni müəyyən qədər yeməklərinizin vaxtında dəyişikliyi eləyəsiniz və s. Bunların hər birini bir yerə topladıqda siz mütləq şəkildə arıqlamağa başlayasınız. Burada da maraqlı bir gülməli hadisə baş verdi. Mağazada işləyən xanımlardan biri əlində araba ilə məhsulları digər tərəfə daşıyırdı. O bir tərəfdən, mən bir tərəfdən, kocam ortada qalmışdı, az qala yedirdi əldən. Telefonu da arabanın içərisinə bu formada qoymuşam. Hər bir şeyi siz görürsünüz. Sadəcə bir balaca boy insanı olaraq görürsünüz. Əgər sizə qiymətlər maraqlıdırsa, qarşılaşdırmaq istəyirsinizsə, müəyyən qədər hər birinin aşağısında qiymətləri görürsünüz. Məsələn, orada qara istiot var, dənə istiotdur. Bunun qiymətinin alt hissəsinə yazılıb 109 rubl. Bu da bizim pula çevirəndə hardasa eləyir 2 manat 20 qəpik. 2 manat 10 qəpik falan belə bir civarında. Yəni qısacası 100 rubl 2 manat eləyir. Onun üzərindən hesablaya bilərsiniz. Məsələn 50 rubl 1 manatdır. Pizza hazırlamaq istəyirdim. Üzərinə vurmaq üçün qırmızı biber, göbələk, pomidor və s. bunlardan da almışam. Birazdan sizə göstərəcəm onu da. Bu arada arıqladığım vaxtda da pizza yeyirdim. Nə bilim, yəni hər ürəyim istəyən hər bir qidanı yeyirdim. Pilmen yeyirdim, xəncəl yeyirdim. Təbii ki, amma hər birini qərəlində tutmağı unutmurdum. Çörəkdənsə imtina etməmişdim. Ürəyim istədiyi zamanda bir dilim, 2 dilim gün ərzində həmin dilimləri bölürdüm. Ərzaqları kassada elə yerləşdirirəm ki, sırası düzgün olsun. Yəni necə? Məsələn, kartof almışamsa, kartofu aşağı hissədən qoyuram, soğanı aşağı hissədən, kökü aşağı hissədən, əziləcək digər məhsulları isə ən sonda yerləşdirirəm ki, ən sonda vurulsun və paketin içərisinə sonda qoyulsun və bu şəkildə də əzilməmiş olur. Bu arada hər bir mağazanın içərisində bu tipdə oyuncaq aparatları vardır ki, onun içərisindən fərqli oyuncaqlar, fərqli ləvazimatlar və s. çıxartmaq mümkündür. Mənim hardasa bu aparatlardan çıxmış 20 dənə oyuncağım var desəm yalan olmaz. Onları da sizə arada çəkib göstərirəm. Pizza hazırlayıram. Xəmirini hazırlayıb bitirmişəm. İndi də içliklərini hazırlayıram. Xəmiri də burada bir balaca mayalanır. Bir hissəsini göbələkli və pomidorunu çox eləyəcəm. Digər hissəsini isə pomidoru az və göbələksiz eləyəcəm. Bu da sosudur, artıq hazırdır. İndi isə keçirib pendirini tyorkalamağa, daha sonra da biberi və pomidorunu doğramağa. Təzə vaxtı vloqlar paylaşanda vloqların dəqiqələri də az idi. Əsasən də yemək bişirməklə əlaqəli idi və bir xanım da videonun altından belə bir rəy yazmışdı ki, sizin elə əsas hissəniz yemək bişirməyə getdi. Artıq o dərəcədə paylaşmamağa çalışıram ki, siz də məndən bezməyəsiniz. Sonunda Wildberries-dən olan digər sifarişlərim də gəldi çıxdı. Sizə detoksu göstərmək üçün burada bəzi sifarişləri etmişəm. Narahat olmayın, elə bir sifariş yoxdur. Sadəcə zəncəfildir, quru nanədir. Burada biraz tapmaq çətin olur. Ona görə də mən elə birbaşa rahat tapmaq üçün Wildberries-dən sifariş verdim və gəldi. İlk göstərdiyim isə rəssamlıqla bağlı olan bir ləvazimat idi. Pozan idi, aparatın içərisinə taxılan. Sən demə, bunun da sroku olurmuş. Məndə olanları sroku bitib və yaxşı pozmurdu. Məcbur mən də içliyini yenidən sifariş verdim. İndi isə keçək detoksumuzu hazırlamağa. Bunun üçün bizə 2 litrlik qab lazımdır. 1 çay qaşığı quru nanə və yaxud da 1 çay qaşığı qədər quru nanəni əvəz eləyəcək qədər adi təzə nanə, 7-8 dənə mixək, yarım çay qaşığı toz zəncəfil, təzə zəncəfildən də istifadə etmək olar, amma toz zəncəfilin effekti daha yaxşı olur. Və yarım dənə limon. Videoda da gördüyünüz kimi limonu bacardığım qədər sıxıram, daha sonra üzərinə yenicə qaynamış 2 litr qaynar suyu əlavə edirəm. Hamiləliyə hazırlaşırsınızsa, hamiləsizsə, əgər təzyiq aşağıdırsa və ya mədədə problem varsa, qəti şəkildə bu detoksdan istifadə etməyin.
Yeni gündən hər kəsə salam qızlar. Hər vaxtınız xeyir olsun. Bu gün dietada olduqda nələri yeyirəm, onları göstərəcəm sizə. Sadəcə düşündüm ki, vloqa əlavə etmək üçün, sizə daha rahat olması üçün bir tık göstərsəm yaxşı olar. Yəni normalda da çox qidalanan deyiləm. Məsələn, çörəyi çox yeyən deyiləm. Hardasa keçən ilin iyun ayından, nının axırlarından deyək, mən çörəyi tərcih etmişəm və çörək yemirəm. Tər yeyirəm, onu da izah edeyim. Məsələn, qara çörəkdən bir dilim yeyirəm istədiyim vaxtda, ağ çörəkdən və inanın ki, bu dəqiqə qəti şəkildə mənim ürəyim çörək yemək istəmir. Yəni necə deyim, istədiyim sadəcə bəzən pizza olur, bəzən xəmir yeməklər olur, amma sır mağazadan alınma o ağ çörəyi mənim ürəyim hal-hazırda istəmir. Bu da təbii ki, zamanla olan bir şeydir. Bir balaca özümüzü sıxmaq lazımdır və s. Və bu dəqiqədə əgər məsələn mən çörək istəsəm, öz istəyimi nazik qara çörəklərlə yatırıram və salam. İndi baxaq səhər nə yeyirəm? Səhər üçün özümə hazırlamışam 2 ədəd yumurta. Belə göstərim. 2 ədəd yumurta var burada. 2 ədəd göbələk var və 1 ədəd də pomidor var. Göbələk burada vacib deyil. Sadəcə mən göbələk sevirəm deyə göbələyi yəni nə vaxt verilsə yeyirəm. O dərəcə sevirəm. Ona görə də göbələk əlavə etmişəm. İstəməyən də kim istəməsə əlavə etməyə bilər. Yəni bu vacib deyil. Yumurtadır. Protein əvəzidir yumurta, burada proteindir. Bir də tərəvəz olaraq pomidordan istifadə eləmişəm. Pomidor da mənim sevimli yeməyimdir. Yəni bu arada nəyi sevirsinizsə çalışın onu daha sağlıqlı şəkildə yeməyə. Məsələn yumurtadır. Mən dünən yumurtanı soyutma formasında yemişəm və qəti şəkildə mən əvvəllər yumurtaya dilimi belə vurmazdım. Son zamanlar özümü öyrəşdirmişəm. Fərqli, məsələn yumurtanı soyutma yeyirəmsə çalışıram ki, eğer ondan bir tık çəkindimsə bir neçə gün ara verirəm. Daha sonra başlayıram qızartma yeməyə və yaxud da soyutma yeyəndə onu da bir ara mən çəkib göstərirəm sizə. Üzəri bol sumaqlı, bol nanə, istiot hər şeydən tökürəm ki, bircə o yumurtanın dadını mən o dərəcə almayım. Belə insanlar da var, bəli. İndi gedirəm yeməyimi yeməyə. Həqiqətən iştah açıcı görünür. Bilmirəm dedim yoxsa yox, saat indi 12-dir. Səhər də kofe içmişdim. Orta şəkərli və südlü kofe içmişəm. Gedirəm yeməyimi yeməyə. Daha sonra nələr yesəm hər bir xırdalığına qədər çəkib sizə göstərəcəm ta ki yatana qədər. Bir dənə belə bir əlimdə su qabım var. 800 ml tutur bu. İndi bunun içərisinə dolduracağım. Axşama qədər çalışacağım bunu bitirim. Bununla yanaşı da çay, su, kofe və s. limitim var. İçə bilərəm, amma təmiz su olaraq bunu mütləq bitirməliyəm. Yəni çox su içə bilmirəm, amma çalışıram ki bunu bitirim və eyni zamanda yanında da yaşıl çay, normal çay və s. içib bədəni su ilə doldurum. Və son zamanlar çalışıram ki, bu filtrli sudan istifadə eləyək. Bunu yeni almışıq. Həqiqətən suyun dadı bildiyimiz dərəcədə, yəni hiss olunacaq dərəcədə dəyişir. Yəni tövsiyə eləyirəm, ala bilərsiniz. Qiyməti də uyğundur, münasibdir. Hər yerdə tapmaq olur. Azərbaycanda da var. Bu da mənim yaşıl çayımdır. Üst forması belədir. Nanəli və limonludur. Bu formada belə göstərim. Nanə və limonlu. İçərisi də baxın belə bu formadadır. Dadı həqiqətən çox qəşəngdir. Bununla yanaşı mən melisa çayını da daha çox sevirəm. Sırf melisa, aptekdən alınan melisalar yox, mağazadan alınan melisalar daha yaxşı olur. Apteklərdən qəribə dərman dadı gəlir, amma mağazadan alınan yaşıl çayların əksəriyyətini içmək rahat olur. İndi saat 2'dir qızlar. Özüm üçün çay hazırladım. Bayaqdan istəmirdim heç nə, su içmişdim. Həqiqətən su içəndə müəyyən qədər insanın acılığını da yatırır, susuzluğunu da yatırır. Nə çay istəmirsən, nə su istəmirsən. İndi çayımı içim. Əgər sonra atsam, ya alma, ya banan, evdə olan hər hansı bir meyvələrdən atışdıra bilərik. Yəni sadəcə ölçüsü bir dənə olsun, çalışın. İstəyirəm buraları belə çəkim, çoxlu paylaşım vloglarımda. Həm siz baxasınız yaşadığım şəhərə, həm də gələcəkdə özüm bir neçə sonra baxanda deyim ki, ayda mən buralarda neçə il qabaq gəzirdim. Və mənim sevimli parkım idi bura.
bura düşürəm. Yaxınlarla, məsəl üçün kimsə səs atır, onlara səs qaytarıram. Nə bilim sözüm olur, yazıram, video editləyirəm. Çox vaxt gəzə-gəzə elə videolarımı editləyirəm. Çox maraqlı olur mənə, maraqlı gəlir gəzmək. Həm də bir balaca fizkultura olur ki, gəzirəm, ən azından hərəkət eləmiş oluram. Bir balaca indi mən sakit durum. Əgər videoda səsi düşürsə, siz də quşların səsini dinləyin. Ay görürsünüz burada. Uy. Ayı sala bildim axır ki. Görün nə qəşəngdir. Və burada belə yerlər var. Sırf velosipedləri saxlamaq üçün bağlayırlar bura, düşürlər, gəzirlər. Belə baxanda biraz qorxunc görsənir buralar, amma qorxunc çəkmə yoxdur. Mənim kimi qorxaq olmayın, siz mən çox qorxağam. Hər şeydən qorxuram. Günorta bir dənə belə alma yedim, amma videoda çəkmək yadımdan çıxmışdı. İndi belə göstərirəm. Saat hardasa 5-ə qalmışdı, 15 dəqiqə almamı yemişəm. Günorta yemək yemədim. Bir dənə yemək pişirmişdim, onun dadına baxmışam. Başqa şirin bir şey və s. yeməmişəm. Yaşıl çay içmişəm ancaq. Bir balaca su içmişəm. Hələ ki bulardı. Axşam yeməyini də birazdan göstərəcəm. Axşam yeməyini də adətən mən 8-9 arasında yeyirəm. İndi detoksumu da içirəm. Təbii ki, detoks içməyi də unutmuruq. Tez-tez yadımıza düşdükcə içirik. Bu formada bir balaca tökürsüz çaşkaya, içərisində olanlar nanədir və s. kökür dibinə, daha sonra içirsiniz. Bugünlük bu qədər qızlar. Əgər hər hansı bir sualınız olarsa, mənə Instagramda və yaxud da burada rəy bölməsində yaza bilərsiniz. Bacardığım qədər sizə dəstək olmağa çalışaram. Arıqlamaq çətin bir şey deyil. Sadəcə bir balaca dəstəyə ehtiyacımız var. Bura qədər izlədinizsə kanala abunə olmağı və mənə dəstək olmağı unutmayın.